Səbəbləri başlayılan zaman Əcəlallahu Teala fərəcəm şərif olmaqla başsağlığı diləyirəm hər birinə. Allahdan hər birimizə Əhl-i Beytin şəfaətinə nail olmalarını təmənni edirəm inşallah. Neçə dəqiqə imamın mübarək kəlamının üzərində dayanmaq istəyirəm. Bir neçə dəqiqə inşallah ki istəyirəm İmam Məhəmməd Təqi əleyhissalamın bir hədisin üzərində dayanım ki buyurur: "Əl-mu'minu yəhtacu ilə tevfiqin minəllah və vaizin min nəfsih və qabulun minmən yansəhuhu." Müminin möhtaclığından, ehtiyacından bəhs edir İmam Cavad əleyhissalam. Buyurur ki, mömin üç şeyə möhtacdır. Allahdan müvəffəqiyyətə, yəni tövfiqata ehtiyacı var. İkinci, daxilində onu oyadan bir nəsihətçiyə ehtiyacı var. Üçüncü və onu nəsihət edən şəxsin sözünü qəbul eləməyə. Çox vacib məqamlardır burada. İmam Cavad əleyhissalam buyurub ki, birinci tövfiq məsələsidir ki, bu məsələ müvəffəqiyyət, ilahi bir müvəffəqiyyət mütləqdir. Yoxsa mömin həqiqətən sözün əsl mənasında çətinlik çəkir. Yəni, tövfiq gəlməsə, o müvəffəqiyyət olmasa, görürsən ki, Allahla arasında bir rabitədə qopmalıq yaranır, qopuqluq yaranır. Onun üçün də mütləqdir ki, gərək bir rabitə ola. Bu rabitə məsələsi də insanda ilahi dəstəkdir, ilahi yardımdır. Bu məsələ o məsələlərdəndir ki, insanın, möminin ehtiyacıdır. Mömin buna ehtiyaclıdır. Görürsən ki, insan çətinliklər çəkir, sıxıntıda olurlar. Amma o ilahi müvəffəqiyyəti hiss elədiyi zaman onun qəlbinə biraz fərəhlik gəlir, biraz imanında artmalar müşahidə olunur. Görürsən ki, düzdür, bunu alimlər imanın kamilliyi üçün şərt kimi təqdim eləməyiblər, amma deyirlər ki, bu daha çox ehtiyac məsələsidir. İmanın istikmalı deyiləndə başqa şey nəzərdə tutublar, amma bir də bu daha çox zəruri bir ehtiyacıdır ki, rabitəni saxlasın. Çünki Quran-ı Kərimdə Allah-u Teala bir neçə yerdə rabitədən danışıb, ilahi rabitədən danışıb. Bunların biri Kəhf surəsində o qalan insanlar ki mağarada qaldılar, onların arasında onları bir Allah-u Teala buyurur ki, ilahi bir rabitə saxladıq, aralarında bir rabitə qaldı. Rabətlə ifadəsi keçir orada. Bir də Həzrət Musa əleyhissalamın anası ilə bağlı məsələdə var bu məsələ ki, orada da Musa əleyhissalamın anasına Allah-u Teala orada da məsələn fərqli yöndən məsələ idi. Bu mütləqdir, rabitə məsələsi önəmlidir. Yəni, bəzən insan elə bir həddə gəlib çatır ki, həqiqətən də onun bir bitiş nöqtəsidir. Bir növ sıxıntılarının ən çətin vaxtlarıdır. Bu vaxtda ilahi yardımın gəlməsi, bu vaxtda tövfiqatın gəlməsi onu təzədən öz imanında sabit saxlamağına kömək edir. İkinci məsələ bu idi ki, və vaizin min nəfsih, daxilində onu oyadan bir nəsihətçiyə ehtiyacı var, öz nəfsindən olan bir vaizə ehtiyacı var. Bu, bizim bildiyimiz vaizdən fərqlidir də. Məsələn, biz bilirik ki, insanın bir kənardan vaizi var. Allahın öz kitabı zikirdir. Ki, in huvə illə zikrun və Qur'an-ı Mubin. Bu, yalnız və yalnız zikir və açıq-aşkar bir Qur'andır. Allah-u Teala belə buyurur. Öyüd nəsihətdir. Biz bilirik ki, bu xarici bir amildir. Peyğəmbərimiz özü Zəkir innəmə əntə müzəkkir. Peyğəmbər sən xatırlatsan, yalnız xatırlatırsan. Peyğəmbərimiz də xarici bir
kənar bir xatırladıcıdır. Amma burada İmam Cavad əleyhissalam buyurur ki, və vaizin min nəfsi. Daim insanın özünün daxilindən bir vaiz olmalıdır. Öz nəfsindən bir vaiz olmalıdır ki, onu daim diri saxlasın. Bu diri saxlamaq önəmlidir. Baxın, İmam Cavad əleyhissalam burada insanın fərdi məsələlərinə toxunur. Həm daxili bir vaizə işarə vurur. Yəni, daim insan belə bir vəziyyət olmalıdır ki, məsələn, onun Quran təbiri ilə desək, nəfs-i ləvvaməsi, yəni vicdanı ayıq olmalıdır ki, onu hər daim nəsihət eləsin məsələlərin qarşısında. Bu nəsihət onu diri saxlayacaq. Mömin buna ehtiyaclıdır. Üçüncü məsələ bundan daha ağırdır. Üçüncü məsələ budur ki, o nəsihət edən var, amma bu nəsihət bəzən görürsən ki, hər bir insanın qəbul eləmə dərəcəsində olur. Bəzən insan nəsihət edilən çox olur insana, amma onun qəbul məsələsində insan çətinlik çəkir. İnsan qəbul edə bilmir bəzən nəsihətləri. Bugünkü zamanda daha çox aktual məsələlərdən biridir ki, insanlar nəsihətə az qulaq asırlar. Ən çətin məsələ, ən belə deyək də vəziyyətin ağır olduğu məqamlardan biri nəsihəti dinləməkdir. Və indi burada bir məsələ var ki, bu nəsihət biraz eşitmək mömin üçün asandır. Niyə? Çünki İmam buyurur ki, və qəbulun mimmən yənsəh, onu nəsihət eləyəni gərək dinləyə, qəbul eləyə. Burada əgər nəfsindən gələn nəsihət nəzərdə tutulursa, bu insan üçün çətin olmayacaq o qədər. Niyə? Çünki daxilindən bir nəsihəti eşidir. Bu sənin özünlə baş-başa qalmağında biraz çətindir. Adətən insanlar kənar nəsihətçini dinləmirlər. Çünki özlərinə bəzən rəqib səviyyəsində görürlər deyə. Kənar insanları, kənar möminləri bəzən rəqib gözü ilə baxırlar. O baxımdan eşitdikləri nəsihətlərə bir mənalı şəkildə nəsihət babından baxırlar və çalışırlar ki, bu məsələdə özlərini qəni bilsinlər, yəni ehtiyatsız bilsinlər ki, mənim nəsihətə ehtiyacım yoxdur. Amma nəsihət daxildən gələndə, bunun o daxili bir sifariş olduğunu hiss edəndə bilirsən ki, bu sənin daxili problemi qabardır. Burada kənar müdaxilə yoxdur. Burada sənin öz nəfsün sənə nəsihət edir və bu həddəsənsə, əgər sən nəsihəti eşidəcəksənsə, bu sənin həyatında çox böyük təsirlər qoyacaq və böyük insana uğurlar gətirəcək. Bir məsələni də qeyd edeyim, bir müəllimlə biz bu barədə çox danışmışıq. Quran-Kərimin bir ayəsinin üzərindən də istəyirəm ki, bu nəsihət və zikr, böyük nəsihət məsələsini biraz üzərində dayanmaq istəyirəm. Əraf surəsində Allah-u Teala buyurur ki, 2-ci ayədə buyurur ki, Kitabun unzilə iləykə fələ yəkun fissədrikə hərəcun minhu litunzirə bihi və zikrən lil mu'minin. Bu kitab insanları qorxutmaq və möminlərə öyüd nəsihət vermək üçün sənə nazil olmuş bir kitabdır. Buna görə sənin qəlbində heç bir narahatçılıq olmasın. Burada bir incə bir məsələ var. Biz bəzən bu məsələni səhv salırıq. Bəzən biz dini qəbul eləməyənlərə nəsihət eləyirik. Dini qəbul eləməyənlərə nəsihət babından yanaşırıq. Möminlərdə qorxuduruq. Amma Allah Müteala burada buyurur ki, litunzirə bihi, sənə bu kitab nazil olub ki, sən onunla insanları qorxudasan. Yəni, ümum insanlara münasibətin qorxudmaq kimi olsun. Bu fərq eləmir. Bu bütün insanlara şamildir. Bu bütün sənin prinsipin bundan ibarətdir. Sən qorxud. Çatdır.
prinsipləri çatdır və o məqamları da inzar edər. Amma möminlərə yanaşmağın fərqlənməlidir. Niyə? Möminlərə yanaşmağın bu cür olmalıdır ki, və zikrən lil müminin. Möminlərə sən öyüd nəsihət ver. Baxın, indi bəzən biz bunların yerini səhv salırıq və bu yeri səhv salmaq da səhv nəticələr gətirir. Bəzən biz görürsən ki, möminlər bizdən hansı bir məsələni soruşanda bizim dilimiz təhdid dili olur. Üstad demişən, olur təhdid dili ilə möminlərlə öz aramızda danışmağa. Amma bir məhramanə danışmaq, bir xoş nəsihət eləmək, bir övladın kimi məsələyə baxasan, bir ata kimi bir nəsihət eləyəsən, onu məsələləri bir nəsihət babından çatdırasan, bir də görsən ki, möminlərlə münasibətdə bu cür davranmaq olur. Onun üçün görürsən ki, möminlər də məsələni nəsihət babından da yetişmirlər bu babdan da. Bir növ nəsihəti dinləmə məsələsində görürsən ki, immunitet yoxdur. Peyğəmbərimizin dövründə nəsihət babından, məsələn, biz öz aramızda deyirik, bəzi insan var ki, biz uzun-uzadı bir məsələnin açıqlamasını veririk. Amma bəzən görürsən ki, o deyir ki, mənə deyilən ki, bunu necə eləmək lazımdır, bunu mənə deyil, çatdır mənə, başa sal ki, bax, bunu bulasın filan cür elə, bunu filan cür yerinə yetir, olsun bir dənə nəsihət, biz də bunu yerinə yetirir. Uzun-uzadı bu məsələnin açıqlamasına ehtiyac yoxdur, izahına ehtiyac yoxdur. Elə bir kəlmə deyilən ki, bir nəsihət babından bir ağsaqqal kimi bu cür çatdır. Və bunun təsiri başqa cür olur. Cəmiyyət bəzən görsün ki, bunu tələb edir. Mömin cəmaət bunu tələb edir. Biz bəzən o yanaşmada, amma Quran-ı Kərimin bu cür fikir bildirməsini bəzən biz səhv başa düşürük. Nədənsə, həm də burada bir incə bir məsələni də qeyd etmək istəyirəm. İncə bir məqam da var. Quran deyəndə ki, insanları qorxutmaq və möminlərə nəsihət vermək, bu bəzən elə Quran oxunuşunda da, indi burada ustadlar var, burada elm tələbələri iştirak edir, hər birindən üzr istəyirəm. İstəyirəm bir neçə dəqiqə bu məsələnin üzərində toxunum. Yəni, bir dəstə var hal-hazırda müəyyən bir fikri çatdırmaq istəyirlər. Çatdırdıqları fikir bundan ibarətdir ki, Quran tək və yek qaynaqdır. Yəni, dinin tək və yeganə qaynağı Quran-ı Kərimdir. Bundan başqa olan qaynaqlar, məsələn, Peyğəmbərimizin sünnəsi bir qaynaq kimi qəbul olunmur. Yalnız və yalnız Quran prizmasından çıxış edənlər üçün bu elə Ərəb surəsində bir incə bir işarə var. Bu Quran-ı Kərimin müxatab, yəni xitab elədiyi cəmiyyətlər fərqlənir bir-birindən. Bəzən Quran xitab elədiyi zaman müşriklərə, bəzən mömin cəmiyyətə, bəzən münafiq cəmiyyətə, bəzən belə deyək, o insanlar ki, kafirlər hesab edirlər onlara, fərqli-fərqli kateqoriyadan zümrələrə, cəmiyyətlərə xitab edir. Mən bunu təqdim eləmək istəyirəm ki, məsələn, Quran-ı Kərimdə baxın, bir ayə var. Ayədə buyurur ki, həmin o ayənin davamında deyir ki, İttəbi mə unzil iləykum min rabbikum və lə təttəbi min dunihə əvliyə. Rəbbinizdən sizə nazil edilənə tabi olun, onu qoyub başqa dostlara uymayın, başqalarına qəbul etməyin. Maraqlı bir məsələdir. Bəzən Peyğəmbərimiz o insanlarla ki danışıb, Peyğəmbərimiz
ayələri çatdırıb. O çatdırdığı ayələr adətən, əksər hallarda ki, bu Məkkə belə deyək də, nazil olan surələr və ayələr baxımından daha çox nəzərdə tutduğu cəmiyyət bütpərəst cəmiyyətdir. Əksər etibarı ilə Məkkə müşrikləri nəzərdə tutulur. Və Məkkə müşriklərinə müraciət elədiyi zaman onlarla danışıq dili fərqlənir. Məkkə müşrikləri Peyğəmbərin peyğəmbərliyinə şəkk eləyirlər. Peyğəmbərin əlində olan kitabın Allahdan nazil olduğunu qəbul eləmirlər. Özlərinin həqiqi dində olduğunu qəbul edirlər və Allahın belə bir kitab nazil eləmədiyi əqidəsindədirlər. Baxın, bax, bu çox önəmli məsələdir. Məkkə müşrikinin əqidəsi bundan ibarətdir. Və Quran deyəndə ki, bu kitab Allahdan nazil olan kitabdır. Quran deyəndə ki, buna tabi olun. Quran deyəndə ki, biz bu kitabda hər şeyi bəyan eləmişik. Burada heç bir şəkkə şübhəyə yer yoxdur. Allahın kitabını vəsf eləyəndə burada xitab olunan cəmiyyət Məkkə müşrikidir. Məkkə. Burada mömin təbəqi ilə danışmır Allah. Burada ən çox əksər hallarda kitabda heç bir problem yoxdur, kitabda heç bir şək yoxdur, kitab belə deyək də, hər bir şey bəyan olunub və s. belə təbirlər Məkkə müşrikləri nəzərdə tutulur. Bax, bu önəmlidir. Nədənsə bu günləri o dediyim cərəyanın adamları bugün cəmiyyətə və mömin cəmiyyətlə danışanda deyir ki, bu kitabda hər şey bəyan olunub. Bunu gətirib biz möminlərə, biz müsəlman cəmiyyətə xitab eləyir bunu. Həmin o ayələri bizim cəmiyyətə tətbiq eləmək istəyir. Bu çox önəmli məsələdir ya. Yəni, niyə görə? Əvvəla, müşrik cəmiyyət Quran qəbul eləyirdimi ki, Qurandan başqa bir şey də qəbul edir. Sən desən ki, burada Allah kitabı təsdiqləyir, sünnəni inkar edir. Bəyəm sünnə qəbul eləmişdilər onlar. Sünnə qəbul eləməmişdilər ki, biz onlara deyək ki, bu hələ kitabın özün qəbul eləmir. Ona görə əvvəl birinci kitab təqdimatı verilməlidir də. Sən ki, qardaş, bu kitabda Allah hər şeyi bəyan edib. Hər şey özü bir dənə bəhsdir. Hər şey yəni nə? Hər şey özü bir dənə elmi, bir dənə mövzudur. Məsələn, mümkün izah edəcək ki, hər şey yəni nə? Hər şey yəni hidayətlə bağlı hər şey. Sən hidayəti başqa yerdə axtarırsan, amma Allah bu kitabda hidayətlə bağlı hər şey göndərib, sən başqa ünvana müraciət eləmə. Amma götürüb təqdim eləyəndə ki, bu kitabda hər şey bəyan olunub, hər şeydən məqsəd budur ki, daha sünnəyə ehtiyac yoxdur deyiləndə, sən bu xitabı edirsən möminlərə, amma ayə kontekst etibarindən Məkkə müşrikinə deyilən sözdür. Və onu da qorxutmaq üçün Allah deyir ki, biz kitabı nazil elədik insana ki, tunzirə bihi. Kitab unzil elək fələ yəkun fissəblik hərəcümü tunzirə bihi və zikrəli mümini. Mömin insanları qorxutmaq və möminlərə də öyüd nəsiyyət vermək. Bu baxımdan Quranın o qorxutma dili ki var, insanlarla bu dildə danışır Quran. Bu dildə baxırsan görsən ki, bəli, təhdid dilidir. Həmin o təhdid dilini bu günləri bir dənə Qurani bir mənhəc üzrə bizlə danışanda həmin o xitabı bizə yönəldəndə avtomatik surətdə o dil radikal dilə çevrilir, sərt dilə çevrilir. Görsən, deyir ki, mən bəyəm nə deyirəm, mən də müsəlmanlardanam, yəni mən də sizə. Amma sən başa düşərsən ki, sən burada inzar dili ilə danışırsan. Niyə? Çünki həmin o inzar dili ki, Quran onu Məkkə müşrikinə xitab eləmişdir. Sən onu ya bilərəkdən, ya bilməyərəkdən Məkkə müşrikinə xitab edilən cümlələri sən möminlərə müraciət, onu möminlərlə danışırsan. Bu çox önəmli məsələlərdən biridir. O baxımdan, amma Quranın dediyim kateqoriyada
Artıq Mədinə ayələrində bəli, möminlərlə xüsusi danışıqlar var, möminlər necə eləmək lazımdır və s. və axır. Və burada yenə deyirəm, Peyğəmbərimizin dini hansı dildir, nəsihət dilidir. Məsələn, ümumiyyətlə, nəsihət dili cəmiyyətdə bir növ belə deyək də, bəzən ən çox qınanılan məsələlərdən biridir. Ən çox cəmaat bu məsələlərdə immuniteti zəifdir, görsən, insanlarda immunitet azlığı var. Ən az məsələlərdən biri, ən az qəbul olunan məsələlərdir. Bir də görsən ki, övlad atadan eşitdiyi nəsihətə qarşı bir, necə deyərlər, bir qıcıq var. Bəzən görürsən ki, ailədə bir ərin öz həyat yoldaşına elədiyi nəsihət qızıq yaradır. Bu nəsihətlər də bir növ çox önəmlidir. Yəni, hansı xarakterdə, hansı xasiyyətdə, hansı niyyət əsasında nəsihət edilir. Bu da önəmlidir. Yəni, əlbət ki, bəzən nəsihət əvəzinə, nəsihətin içərisinə bir ikrahla biz öz qərəzimizi də yerdə bilirik. O qərəz də bəzən qıcığa səbəb ola bilir. Biz baxmalıyıq ki, bu yaranan qıcığın səbəbi hardan qaynaqlanır. Bizim elədiyimizin nəsihətin keyfiyyəti düzgün deyil. Yoxsa nəsihət özü yaxşıdır, amma biz immunitet yaratmamışıq övladda, biz immunitet yaratmamışıq ailədə ki, o sözü eşidəndə və yaxud bəzən biz görsən ki, biz özümüzdə buna hazır olmuruq. Amma nəsihət eləməyi xoşlayırıq. Xoşlayırıq cəmiyyətə nəsihət verək. Amma özümüz buna hazır olmuruq. Və bir də görsən ki, bu təbii surətdə də, qarşı tərəfdə də qızıq yaradır. Amma biz özümüz nə qədər nəsihətə hazırıq, nəsihət eşitməyə bizim, belə deyək, immunitetimiz var, hazırlığımız var. Bu məsələdən yanaşanda bəzən görürsən ki, bizim özümüzdə də təbii olaraq bu məsələlərdə problem var, o avtomatik yansıyır, qarşı tərəfdə bizə bu cür cavab verir. Onun üçün, yəni, İmamın bu cür buyurmağı ki, insanın həm daxilindən bir nəsihətçiyə ehtiyacı var, həm də o nəsihəti qəbul eləməyə ehtiyacı var. İnsan daxilindən o nəsihəti eşidəndə, kənar xarici nəsihətçiyə də qulaq asmağa immuniteti yaranır. Daxilindən artıq eşidəndə, bunu artıq adətə çevirəndə, ənənəyə çevirəndə ki, daxilin səsinə qulaq asanda, vicdana qulaq asanda, üstadlardan biri bunu Qiyamət surəsi ilə bağlı, Bəğları Fərməl Qiyamət surəsi ilə bağlı da bir neçə ayələr oxudu. Allah vücudunu müqalə eləsin inşallah. Qiyamət surəsində Allah mütəal bir maraqlı bir şey deyir ki, Allah vicdana almış şeydir o dediyim kimi, yəni peşmançılıq çəkən kimsələr və lə uqsimu bi nəfsillər vəmə, and içirən peşmançılıqla çəkən nəfsə. Ustadlardan biri, böyük ustadlardan biri belə qəşəng izah gətirirdi. Deyirdi ki, Allah əvvəl qiyaməti and içir, sonra qiyamətin dəlilini gətirir. Deyir, əvvəl qiyamətə and içir, sonra da qiyamətin dəlilini gətirir. Deyir ki, lə uqsimu bi yevməl qiyamə, sonra deyir ki, və lə uqsimu bi nəfsillər vəmə. Deyir, əvvəl qiyamətə and içir, sonra vicdana and içir. Peşmançılıq çəkən nəfs, yəni vicdan. Daim səni nəsihət edən nəfsdə deyir ki, necə ola bilər bu dəlilliyin izah gətirir ki, deyir, qiyamətin vicdan özü qiyamətin tək başına dəlillidir. Belə gətirir də, əxlaqı baxımından məsələn dəlildir. Deyir ki, niyə? Deyir, Allah bir dənə kiçik bir vücudda məhkəmə verir. Mühakimə edən bir şey qoyub ki, səni daim mühakimə edir. Vicdan. Qınayan səni, qınayan nəfsi qoyub.
İndi bu boyda makro aləmdə, böyük bir aləmin bir vicdanı olmayacaq. Böyük aləmin vicdanı da yəni qiyamət. Qiyamətə birinci anlayacaq, sonra nəfslər bağlayanacaq, gətirirlər. Bir nəfslər bağlayan. Qınayan nəfs də bu deməkdir ki, qınayan nəfs səni gətirəcək, eşitmək səni qiyamət etiqadını daha da artıracaq. O bayaqki məsələdir, önəmlidir ki, məsələn, insan, o İmam Cavad Əleyhisselamın deməsi ki, insan öz daxilindən bir nəsihət edəndən qulaq assa, xarici nəsihət edənlərə də qulaq asar, kənar nəsihət edənlərə də qulaq asar və nəsihəti qəbul eləməyə də sənə vasitəsi olar, sənə gətirib çıxardar. İnsan gərək daxilindən o biraz asandır da, daxildən nəsihət eləyənə qulaq asmaq özündəndir deyə, biraz asandır nəinki kənardan sənə nəsihət eləyənə. Amma bu səndə bir mələkə halını alsa, səndə daha çox vərdişət sevdəsə, sən kənar sözüdə eşidərsən, qəbul eləyərsən və bu da sənin həqiqinin imanının möhkəmlənməsinə, əxlaqının, ruhunun möhkəmlənməsinə səbəb olar inşallah. Allah'ın verəm öz yetçələrine xatir Allah bu məclisi bizlərdən qəbul edəsin inşallah. Mən üzrü sayımdan kiçik olaraq sədəqə ediləməyə çalışdım. Allah bizi Əhl-i Beyt məktəbindən, Əhl-i Beytin şəfaətindən, ziyarətindən bir nəsib edəməsin inşallah. Üzr istəyirəm ustadlardan, bizdən daha böyük alimlər var burada, elm əhli var. Mən hər birindən məhsəlindən üzr istəyirəm. Kiçik olaraq bir neçə başa düşdüyüm bəzi şeyləri çatdırmağa çalışdım. Təhiyyətəlləkum və selamu aleykum və bil-Fatihəti məs-salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed.